Deməli, yeni bir eksperiment təşkil edib Radius Təkər Mərkəzi və məsələ nədən ibarətdir? Bu gördüyünüz 4 təkər bir avtomobilin üzərində 3 ay müşahidə aparılacaq və bir neçə gün öncə biz radioda elan vermişdik ki, bizə ümumiyyətlə gündəlik ən çox avtomobil neçə kilometr sürürsünüz bizə yazın və çoxlu cavablar gəldi bizə. Ortalama təbii ki, gözləntimiz o idi ki, bu taksi olacaq. 350-400 kilometr gündəlik sürənlər var və yazmışdılar. Amma təbii ki, burada həm də şərt o idi ki, yəni bu sürücü yaxın 3 ay ərzində bu rejimdə qalmalıdır. Və elə oldu ki, onların arasından biri seçildi, Toğrul bəy seçildi. Xoş gördük sizi, Toğrul bəy. Toğrul bəy Kobalt avtomobili idarə eləyir. Bizə ölçü də önəmli idi. 195-65-15 ölçüsü onun avtomobilinin istehsalçının icazə verdiyi ölçü olmalıdır. Bəziləri var ki, məsələn, 185-195 qoyur. Bunlar olmamalı idi. O baxımdan üst-üstə düşən ən ideal seçimlərdən bir variant seçə bilmişik, şükür Allaha. Və indi sizdən gözlənti budur. Radius Təkər Mərkəzi sizə bu bir dəst təkəri hədiyyə eləyir. Amma ona görə ki, həm də sizin avtomobilin üzərində biz bir eksperiment aparmalıyıq. Radius nə istəyir burada? Radius istəyir ki, Bakı şəhəri yollarında, yəni biz deyirik ki, Bakı üçün olan təkər, Bakı rejimi, nə bilim, ağırdır, yollarımız yaxşıdır, pisdir, bilmirəm. Amma əsas şərti o idi ki, siz Bakı ətrafı, taksidir də, Bakı ətrafı müxtəlif yerlərdə hərəkət edəcəksiniz və görək bu təkərlər özünü necə aparacaq. Gözlənti budur ki, ayda bir dəfə bu 3 ay ərzində siz radiusa yaxınlaşırsınız. Tutaq ki, bir aylıq nəticə. Bir aya nə qədər yürüyüş olar təxmini? Bir aya ortalama olur. Yəni 9.000, 10.000, 11.000 sürüşdən asılı olaraq da, yəni o... Yəni siz günə heç olmasa bir 350 km gün ərzində minimal gediş 300-350 km hansı tərəflərdəsiniz? Bakının hansı əraziləri olur? Bakının olur, şəhər istiqaməti, mərkəz istiqaməti olur, Bakı kəndləri olur. Mərkəzdə o qədər yol getmək zülümdür, çünki mərkəz yox, o kilometrajın hamısını orada toplamaq olmur, belə deyim. Yəni o kilometraj, belə deyim, mən deyək ki, Şüvalan kəndindəyəm Bakının, oradan gəlirəm mərkəz istiqamətinə, oradan mən bir 30-40 kilometrim getdi. Şəhərdən bir dənə də bir geri qaydanda mənim 70-80 artıq kilometr gedir. Yəni Bakı şəhərində olur, Abşerona verir, sifariş götürürsən, gedirsən Abşerona tərəf, Abşerondan geri qayıdırsan. Elə olur ki, gün ərzində belə deyim, 25-30 sifarişə o 300 km, 350 km sürürsən. Elə gün olur 10-12 sifarişə baxırsan ki, 250-300 km yol sürmüsən. İlk təkər dəyişimidir də, həm də sizdə, yoxsa bəli, üstündə gələn təkər olur? Üstündəki, hal-hazırda üzərində olan təkərlər 0 üstündə olan təkərlərdir. Maşının indiki yürüyüşü nə qədərdir? İndiki yürüyüşü 117.000. 117.000 və üstündə gələn təkərdir. Belə başa düşürəm ki, olsa dəyişilməlidir. Bəli, onsuz da dəyişməli idim. Yəni sizin sayənizdə Radius Təkər Mərkəzinə təşəkkürümü bildirirəm. Çox sağ olun. Bax, yəni təkərlə bağlı biz hələ heç bir məlumat vermirik. Bizə lazım olacaq həm təkərlə bağlı, həm də dediyimiz kimi bizim yollarda, xüsusilə də məsələn taksi sürücüləri Radius bir eksperiment aparır. Sabah məsələn bir başqa taksi sürücüsü gəlib soruşanda ki, mən taksiyəm, mənə buna yönəlik ən yaxşı nə verə bilərsiniz? Artıq Radiusun əlində bir material olacaq ki, məsələn biz bunu bir adamda yoxladıq, bu da onun nəticəsidir və bu şeylərə görə. Bax, ona görə Radiusun müxtəlif ideyaları çoxdur, eksperimentlər çox olacaq, amma hazırda bax belə bir layihəyə start veririk. Təbii ki, biz sonra bir də nəticədə yenə də inşallah bir çəkiliş eləyəcəyik Toğrul bəylə, onun son təəssüratlarını alacaq və təbii ki, Radius mütəxəssislərin də fikri nə oldu. Amma bax, bu təkər, necə deyərlər, bugündən etibarən çıxır Bakı yollarına, məhz bir ağır rejimdə işləyən taksinin üzərində və görək hansı nəticələri biz müşahidə edəcəyik.